Salam dostlar. Deməli biz ikinci fəslin ikinci hissəsinə davam edirik. Axırıncı dəfə biz service offerings-də qalmışdıq və beləliklə başlayaq. Deməli service offering ilk öncə açar mesajdan, yəni key message, yəni əsas anlayışdan bir yola çıxaq. Burada nə qeyd olunur? Deməli xidmət təminatçıları öz xidmətlərini istehlakçılara xidmət təklifləri şəklində təqdim edirlər. Bu təkliflər bir və ya bir neçə məhsula əsaslanan bir və ya bir neçə xidməti təsvir edir. Okay? Keçdik definition, yəni tərifə. Xidmət təklifinin tərifi nədir? Deməli dostlar, hədəf istehlakçı qrupunun ehtiyaclarını qarşılamaq üçün hazırlanmış bir və ya bir neçə xidmətin rəsmi təsviridir. Xidmət təklifi malları, resurslara çıxışı, xidmət fəaliyyətlərini əhatə edə bilər. Yəni, biz öyrənəcəyimiz service offering-ə nələr daxildir? Bu, goods daxildir, access to resource daxildir və service action daxildir. Service actions-ı biz inşallah bunların təriflərini bir-bir üzərinə keçəcəyik. Bir daha xatırlayaq, xidmət təklifi nədir? Hədəf istehlakçı qrupunun ehtiyaclarını qarşılamaq üçün hazırlanmış bir və ya bir neçə xidmətin rəsmi təsviridir. Demək, xidmət təklifi goods, mallar, resurslara çıxış, yəni access to resource və xidmət fəaliyyətləri. Yəni service actions bu fəaliyyətləri əhatə edə bilər. Deməli, qeyd elədik biz, service offering may include, yəni xidmət təkliflərinə aşağıdakılar daxildir. Yəni, hansılar da olar? Başlayaq. Birinci başlayaq goods-dan. Deməli, dostlar, istehlakçıya təqdim olunan mallar, məsələn nə? Mobil telefon. Mallar təminatçıdan istehlakçıya, yəni bizə istehlak edən, consumer, tükətən, türk dilində də tükətən gedir, istehlakçıya ötürülür və onların gələcək istifadəsinə görə məsuliyyət istehlakçının üzərinə düşür. Okay? Yəni bizim üzərimizə düşür. Məhsulu istifadə edənin üzərinə düşür. Okay. Access to resource nədir? İndi bunu daha geniş açacaq inşallah. Access to resource razılaşdırılmış şərtlər əsasında istehlakçıya verilən və ya lisenziyalaşdırılan resurslara çıxış. Məsələn, mobil telefon şəbəkəsi və ya şəbəkə yaddaşına çıxış və s. Bu resurslar təminatçının nəzarətində qalır. Yəni qarşı tərəfdə bizə bunu təmin edənin nəzarətində qalır. İstehlakçı onlara yalnız razılaşdırılmış, onun qoyduğu limitlər çərçivəsində xidmət istifadəsi müddətində çıxış əldə edir. Okay, service actions nədir? İstehlakçının ehtiyaclarını qarşılamaq üçün yerinə yetirilən xidmət fəaliyyətləri. Məsələn, istifadəçi də isə, məsəl üçün call center ola bilər. Yəni, hər hansı bir sıxıntın olduğunda nə olur? Call center'a zəng edirik. Bu fəaliyyətlər xidmət təminatçısı tərəfindən istehlakçı ilə bağlanmış razılaşmaya əsasən nədir? Həyata keçirilir. Okay? Deməli dostlar, bu cədvəl 2.2-də hansı ki, burada qeyd olunub, bu daha detallı baxaq. Deməli, xidmətlər hədəf istehlakçı qruplarına təklif olunur və bu qruplar xidmət təminatçısı təşkilatın daxilində və ya xaricində ola bilər. Eyni məhsul əsasında müxtəlif xidmət təklifləri yaradılaraq, onun müxtəlif yollarla istifadə olunması, fərqli istehlakçı qruplarının ehtiyaclarının qarşılanması mümkün olur. Məsələn, nümunə olaraq, bir proqram təminatı xidməti eyni məhsul əsasında məhdud funksiyalı pulsuz versiya, məsələn, light versiyası ola bilər, hər hansı bir application'ın və ya daha əhatəli və funksiyası daha çox olan pullu versiya kimi də nədir? Təklif oluna bilər. Okay, cədvəl 2.2-yə nəzər yetirək. Başlayır burada nə? Goods-dan.
Baxın görürsünüz goods-dan başlayır. Komponent nədir? Service offering-in goods, yəni mallar. Hər hansı bir mal. Okay? Təsvirində nədir? Description-da. Deyir ki, istehlakçıya təqdim olunur. Mülkiyyət istehlakçıya ötürülür. Gələcək istifadə üçün məsuliyyət istehlakçının üzərinə düşür. Məsələn, nümunə nə verir bizə? Mobil telefon və yaxud da fiziki server. Access to resource nədir? Mülkiyyət istehlakçıya ötürülmür. Razılaşdırılmış şərtlər əsasında istehlakçıya çıxış imkanı verilir və ya lisenziya təqdim olunur. İstehlakçı yalnız razılaşdırılmış istifadə müddətində və digər xidmət şərtlərinə uyğun olaraq resurslara çıxış əldə edə bilir. Məsəl üçün, nümunə nədir? Mobil şəbəkəyə və şəbəkə yaddaşına çıxış. Xidmət fəaliyyətləri nədir? İstehlakçının ehtiyaclarını, yəni xidmət fəaliyyətləri dedikdə service actions nəzərdə tutulur. Yəni istehlakçının ehtiyaclarını qarşılamaq üçün xidmət təminatçısı tərəfindən yerinə yetirilir. Bu fəaliyyətlər istehlakçı ilə razılaşmaya əsasən həyata keçirilir. Məsəl üçün, istifadəçi dəstəyi, avadanlığın dəyişdirilməsi. Okay. Başqa daha nə nümunə verə bilərik? Məsəl üçün, deyək ki, hər hansı bir mobil operator, bəzən bunu bir neçə mobil, səhv eləmirəmsə, Azercell də belə bir kampaniyalar keçirilirdi. Məsələn, iPhone telefonları çıxarkən, iPhone telefonu satır və eyni zamanda sənə nömrə və internet paketləri də təqdim olunur. Məsələn, burada nədir goods-da? Yəni, service offering, deməli, Azercell bizə nə edir? Service offering edir. Yəni, bizə mal verir, goods, okay? Bu mal bizə təqdim olunur. Bunun mülkiyyət bizə keçir və bunun gələcək istifadəsindən biz məsul oluruq. Tamam mı? Məsələn, bizə həmin mobil operator bir dənə telefon verdi. Tamam, super. İndi isə access to resource, yəni resurslarına çıxış. Yəni biz nömrə də alıb taxırıq və biz nə edirik? Həmin mobil operatorun şəbəkəsinə qoşulmuş oluruq. Amma nə olur? Mülkiyyət istehlakçıya, yəni mənə ötürülmür. Razılaşdırılmış şərtlər əsasında həmin bu resurslara çıxış imkanı verilir, icazəsi verilir. İstehlakçı, yəni mən telefonu istifadə edən, şəbəkəni istifadə edən istehlakçı yalnız onların mənə təqdim etdiyi razılaşdırılmış və limitli istifadə müddətində digər xidmətlərin şərtlərinə uyğun olan resurslara çıxış əldə edirəm. Okay, bu olur mu? Yəni nə olur? Mobil operatorun şəbəkəsinə çıxış. Bir də var service action. Məsələn, mənim internet paketimlə, zənglərlə və yaxud da digər problemlə mobil operatorun xidmətlərinə bağlı hər hansı bir sıxıntı yaşadıqda nə edirəm? Service action xidməti ortaya çıxır. Call center'a nə edirəm? Zəng etmiş oluram. Bu da olur service action. Okay. İndi bunu biz Axel şirkətinin hekayəsində baxaq. Axel şirkətinin xidmət təklifləri hekayəsinə baxaq. Deməli, Axel şirkətinin xidmət təkliflərindən avtomobil icarəsi, fərqli səyahət ehtiyaclarını qarşılamaq üçün təqdim etdiyimiz müxtəlif seçimlər daxildir. Bu təkliflər, deməli, bu təkliflərə endirimli sığorta, sədaqət proqramı, yəni loyallıq proqramı və əlavə səyahət məhsulları daxildir. Əlavə məhsullara butulka su, salfetlər, parking icazələri üçün nişan və parking icazələri üçün nişan oturacaqları və parking icazələri üçün nişanlar, xüsusi nişanlar və uşaq oturacaqlara aid. Deməli, istehlakçılarımız müxtəlif qruplardan ibarətdir və fərqli səyahət təcrübələri gözləyilir. Məsələn, korporativ müştərilərimiz adətən uşaq oturacağına və həftə sonu təkliflərinə ehtiyac duymurlar təbii olaraq. Eyni zamanda fərdi müştərilərimiz yalnız yerli səfər etdiklərinə görə hava limanından pulsuz avtomobil təhvilinə onlar bunu maraqlı hesab etmirlər. Bütün xidmət təkliflərimizə, web saytımıza və Bron tətbiqimizə çıxış daxildir. Okay, onların da service offeringi, xidmət təklifi budur. Keçdik service relationship mövzusuna. Service relationship mövzu nədir? Demək dostlar, dəyər yaratmaq üçün
bir təşkilat sadəcə xidmət təqdim etməklə kifayətlənməməlidir. O həmçinin xidmət münasibətləri çərçivəsində istehlakçılara əməkdaşlıq etməlidir. Onlarla istehlakçılarla əməkdaşlıq etməlidir. Yəni burada key message nədir? Xidmət münasibətləri, yəni service relationships, iki və ya daha çox təşkilat arasında birgə dəyər yaratmaq məqsədi ilə qurulur. Bu münasibətlər çərçivəsində təşkilatlar xidmət təminatçısı və ya xidmət istehlakçısı rollarını üzərlərinə götürürlər. Bu rollar bir-birini istisna eləmir və təşkilatlar adətən eyni zamanda həm bir neçə xidmət təqdim edir, həm də bir neçə xidmət istehlak eləyə bilərlər. Okay. Demək, service relationship modelinə baxaq. Demək, xidmət təminatı, xidmətlər təminatçı tərəfindən təqdim olunduqda, onlar xidmət istehlakçıları üçün yeni resurslar yaradır və ya mövcud resursları dəyişirlər. Məsələn, təlim xidməti istehlakçının əməkdaşlarının bacarıqlarını artırır. Nə oldu? Mövcud resursları daha da inkişaf etdirirlər. Geniş zolaqlı internet xidməti istehlakçının kompüterlərlə əlaqə qurmasına imkan verir. Avtomobil icarəsi xidməti istehlakçının əməkdaşlarının müştəriləri ziyarət etməsini mümkün eləyir. Yuxarıda Amelia'nın misalında. Daha sonra proqram təminatı hazırlanması xidməti istehlakçı üçün yeni tətbiq yaradır. Belə. Bax, burada da biz görmüş oluruq. Service relationship modelinin şəklini görmüş oluruq. Okay, xidmət istehlakçısı, yəni service consumer, yeni və ya dəyişdirilmiş resurslardan istifadə edərək başqa bir hədəf istehlakçı qrupun ehtiyaclarını qarşılamaq üçün öz məhsullarını yarada bilər və bu zaman özü də xidmət təminatçısına çevrilir. Hansı ki, burada göstərilmişdir bu şəkil. Yəni, bu organization A hansısa xidməti nə olur? Başqa bir şirkətdən alır. Bu zaman organization A nə olur? Olur service consumer. Qarşı tərəf nə olur? Service provider. Bu zaman organization A aldığı, həmin ki, qarşı şirkətdən aldığı ki, xidmət var, onu biraz modifiyə eləyərək, öz təkliflərini də əlavə eləyər, organization B-yə təklif eləyir. Bu zaman nə olur? Organization A olur nə? Service provider. Organization B nə olur? Service consumer olur. Okay? Bu şəkildə davam edir. Okay. Definitionlara, təriflərə keçək. Deməli, okay. Xidmət təminatçısı ilə xidmət istehlakçısı arasında əməkdaşlıqdır. Okay. Xidmət münasibəti, yəni service relationship, xidmət təminatçısı, yəni service provider ilə xidmət istehlakçısı arasında əməkdaşlıqdır. Yəni, service istehlakçı, consumer arasında əməkdaşlıqdır. Xidmət münasibətinə, service relationship və aşağıdakılar daxil olur. Deməli, nələr də olar? Service provision, xidmətin təqdim olunması, service consumption, yəni xidmətin istehlakı və service relationship management, yəni xidmət münasibətlərinin idarə olunması. Xidmətin təqdim olunması təşkilat tərəfindən xidmətlərin təqdim olunması üçün yerinə yetirən fəaliyyətlərdir. Bura daxildir. Xidmətin göstərilməsi üçün təminatçının resurslarının idarə olunması, istifadəçilər üçün bu resursların çıxışın təmin edilməsi, razılaşdırılmış xidmət fəaliyyətlərinin yerinə yetirilməsi, xidmət səviyyəsinin idarə olunması və davamlı təkmilləşdirmə. Xidmətin təqdim olunmasına malların təchizatı da nə ola bilər? Daxil ola bilər. Okay. Xidmət istehlakı, yəni service consumption, təşkilat tərəfindən xidmətlərin istifadə olunması üçün yerinə yetirən fəaliyyətlərdir. Bura daxildir.
xidmətin istifadəsi üçün istehlakçının resurslarının idarə olunması, istifadəçilər tərəfindən xidmət fəaliyyətlərinin yerinə yetirilməsi, o cümlədən təminatçının resurslarından istifadə və xidmət fəaliyyətlərinin tələb olunması. Xidmət istehlakçına malların qəbul edilməsi və əldə olunması da nə ola bilər? Daxil ola bilər. Xidmət münasibətlərinin idarə olunması, service relationship management, razılaşdırılmış və mövcud xidmət təklifləri əsasında davamlı dəyər birgə yaradılmasını təmin etmək üçün, xidmət təminatçısı, yəni service provider və xidmət istehlakçısı, service consumer və yaxud da tərəfindən birgə yerinə yetirilən nədir? Fəaliyyətlərdir. Service relationships mövzusunda Axel şirkətinə Henry'nin bu məsələyə münasibətini baxaq. Nə deyir Henry? Henry deyir ki, Axel şirkətinin həm daxili, həm də xarici olmaqla bir çox xidmət təminatçıları və xidmət istehlakçıları ilə xidmət münasibətləri mövcuddur. Demək nədir? Axel şirkətinin həm daxili, həm də xarici olmaqla bir çox xidmət təminatçıları, yəni service providerlər və xidmət istehlakçıları, yəni service consumerlar ilə xidmət münasibətləri, service relationship mövcuddur. Deməli, bəzi xidmətlər Axel üçün yeni resurslar yaradır. Məsələn, avtomobil istehsalçıları bizə avtomobil satdıqda. Bu nə olur? Yeni resurs yaranmış olur. Digər xidmətlər isə məsələn, daxili avtomobil təmizləmə komandamızın və ya xarici mexaniklərin gördüyü işlər nə olur? Mövcud resurslarımızı dəyişdirir, yəni avtomobillərimizi təmiz və işlək vəziyyətdə qalmasını təmin edir. Deməli, Axel bu resurslardan istifadə edərək öz müştərilərinə avtomobil icarəsi xidməti şəklində də xidmət təqdim edir. Deməli, onlar bizə xidmət verir. Biz nə oluruq onlar üçün? Xarici mexaniklərin bizim maşınımızı təmin etdikdə nə olur? Biz nə oluruq? Xidmət istehlakçısı, yəni service consumer oluruq. Eyni zamanda bu təmiz maşını sağlam bir şəkildə, işlək vəziyyətdə müştərilərimizə təqdim etdikdə nə olur? Bu zaman biz oluruq service provider, yəni xidmət təminatçısı olmuş oluruq. Deməli, bunlar Axel'ın malik olduğu xidmət münasibətlərinin yalnız bir neçə nümunəsidir. Təşkilat ümumilikdə daha çox və müxtəlif xidmət münasibətlərinə malikdir. Okay. Və keçək value, outcomes, costs və risk mövzularına keçək. Deməli, dostlar, bu bölmədə diqqət mərkəzində olacaq məsələ bir təşkilat xidmət təminatçısı, yəni service provider rolunda çıxış edərkən xidmətlərinin nə etməli olduğunu və istehlakçıların, yəni consumerların ehtiyaclarını qarşılamaq üçün bu xidmətlərin necə təqdim olunmalı olduğunu, necə qiymətləndirilməlidir? Bu mövzudan danışacağım. Burada key message nədir? Arzu olunan nəticələrə nail olmaq resurslar və ya buna uyğun olaraq xərclər tələb edir və bu çox vaxt risklərlə müşahidə olunur. Xidmət təminatçıları istehlakçılara nəticələrə çatmaqda kömək edir və bu zaman bəzi risklər və xərcləri öz üzərlərinə götürürlər. Digər tərəfdən, xidmət münasibətləri yeni risklər və xərclər də yarada bilər və bəzi hallarda gözlənilən nəticələrin bir qisminə mənfi təsir göstərə bilər. Digərlərini isə nə edə bilər? Dəstəkləyə bilər. Xidmət münasibətləri yalnız, diqqət bura dostlar, xidmət münasibətləri yalnız o zaman dəyərli hesab olunur ki, onlar müsbət təsirləri mənfi təsirlərindən çox olsun. Yəni bu şeydə, şəkil 2-2-də, indi yəqin ki, görəcəyik onu, əks olunur. İndi isə nəticələr onların digər elementlərə necə təsir etdiyi və onlardan necə təsirləndiyi müzakirə olunacaq. Söhbət nəticələr dedikdə outcomes termini var. Outcomes termini nəticə olaraq olur da, belə deyək, Azərbaycan dilinə
tərcümə olunmuş olur. Deməli, outcomes xidmət təminatçısı rolunda, yəni service provider rolunda çıxış edən bir təşkilat, üzr istəyirəm, istehlakçıların müəyyən nəticələrə, yəni nəticələri dedikdə, üzr istəyirəm, outcomeslara nail olmasına kömək edən çıxışlar, outputlar yaradır. Yəni, arada olan outputlar sonunda bizə outcomeslar verir. Okay, dedi necədir outcomesin tərifi? Xidmət təminatçısı rolunda çıxış edən bir təşkilat istehlakçıların müəyyən outcomeslara nail olmasına kömək edən outputslar yaradır. Okay, outputun tərifi nədir? Hər hansı bir fəaliyyətin maddi və qeyri-maddi nəticəsi deməkdir. Okay, bayaqları danışdığımız şəkil 2.2 buydu. Yəni, dəyər o zaman yaranmış olunur ki, hiss olunur ki, onun müsbət nəticələri daha çox olsun, daha ağırlıqlı olsun. Okay, tərifdə outcome bir və ya bir neçə outputlar vasitəsilə maraqlı tərəf üçün, yəni stakeholder üçün əldə olunan nəticə və ya fayda deməkdir. Okay? Okay. Bu şəkildə şəkil 2.2-ni də görmüş olduq. Bu əslində output və outcome mövzuları çox vacib mövzulardır. Okay, bunu biraz istəyirəm dərinləməsinə eləyək ki, tam anlamış olaq, tam etibarlı nəzər bilək ki, bu nə deməkdir. Çünki bunlar çox vacibdir. Deməli, dostlar, outputlar və outcomelar arasındakı fərqin aydın şəkildə başa düşülməsi vacibdir. Okay. Məsələn, burada tərcümədə nə deyir? Məsələn, bir toy fotoqrafı xidmətinin çıxışlarından biri, yəni çıxış dedikdə nə? Outputlarından biri nədir? Seçilmiş şəkillərin estetik şəkildə düzülmüş olduğu bir albom ola bilər. Yəni, bunu bizə təqdim elədiyi albom. Lakin bu xidmətin outcome'ı nədir? Xatirələrin qorunması, cütlüyün ailə üzvlərinin və ya dostların həmin xatirələri asanlıqla xatırlaya bilməsi nədir? Outcomes'dır. Okay, gəlin bu daha real dünyadan baxaq. Məsəl üçün, nümunə olaraq çay dəmləmək deyək, məsəl üçün. Burada output nədir? Bir fincan isti çay. Outcome nə olur? İnsanın rahatlaması, onu içərkən, istirahət etməsi və ya çayı təqdim edərkən, həmin isti çayı təqdim edərkən qonağın məmnun qalması ki, bunlar nə olur? Outcome olur. Məsəl üçün, ikinci nümunəyə baxaq. Deyək ki, məsəl üçün, paltar yumaq, məsəl üçün. Yəni, output nə olur? Output bizim üçün olur təmiz paltar. Outcome nə olur? İnsan özünü sərgəli və rahat hiss edir və gigiyena ilə təmin olunur. Daha sonra, taksi xidməti deyək ki, məsəl üçün. Outputu nədir? Müştərinin bir nöqtədən digər nöqtəyə aparılması. Outcome nədir burada? Müştərinin vaxtında iş görüşünə çatması və ya nədir? Stressiz səyahət etməsidir. Məktəb dərsi. Məsələn, output nədir? Müəllimin keçdiyi dərsdir, təqdim olunan materialdır. Burada outcome nədir? Şagirdin mövzunun başa düşməsi və imtahandan uğurla keçməsi. Daha sonra başqa bir nümunə də verək outputla outcome-a. Məsəl üçün telefonun təmiri. Okay? Biz gedirik telefonlarımızı təmir edirik. Burada output nə olur? Təmirdən çıxmış işlək telefon. Amma outcome nə olur? İstifadəçinin əlaqə saxlaya bilməsi və gündəlik işlərini davam etdirə bilməsi. Xidmət təminatçısı, yəni service provider və istehlakçı, service consumer arasındakı münasibət necə qurulur? Bir təşkilat və ya bir şirkət xidmət təqdim edəndə qarşı tərəfin, yəni müştərinin nə istədiyini tam başa düşməsi həmişə asan olmur. Ona görə bu münasibətin növündən asılıdır. Deməli, burada 3 əsas vəziyyət var. Deməli, birlikdə müəyyən edirlər. Yəni, tərəflər oturub danışır, ehtiyacları və gözləntiləri birgə müəyyən edirlər. Məsələn, şirkətin IT şöbəsi digər şöbələrlə görüşür,
onların texniki ehtiyaclarını öyrənir. 2. Məsəl üçün nə ola bilər? Müştəri özü açıq şəkildə bildirir. Yəni müştəri nə istədiyini dəqiq deyir. Təminatçı, yəni provider da ona uyğun xidmət göstərir. Məsələn, mobil operator. Sən paket seçirsən, onlar da sənə onu təqdim edir. Başqa bir təminatçı ehtiyacı özü yaradır. Okay? Müştəri əvvəl bu ehtiyacın fərqində olmur. Okay? Amma təminatçı yeni bir xidmət təqdim edir və ya onun marağında ona bir maraq oyadır. Okay? Sosial şəbəkələr və ya ağıllı ev sistemləri nümunə olaraq. Məsələn, əvvələ belə bir şeyə ehtiyac olduğunu heç kim düşünmürdü. Amma indi hal-hazırda nə olub? Buna bir xidməti təqdim ediblər, buna bir maraq belə deyək oyadıblar da, düzdürmü? Ondan sonra nə olub? Bu zaman nədir? Bu təminatçı ehtiyacı özü yaradılmış olur. Okay. Xidmət münasibətləri qarşılıqlı anlaşma və uyğunlaşma tələb edir. Bəzən müştəri deyir, mənə bu lazımdır. Amma bəzən isə təminatçı deyir, sənə bu lazım olacaq. Okay? Belə bir məsələlər də mövcuddur. İndi isə ITIL hekayəsindəki Axel şirkətinin output və outcomes anlayışlarını izah edəcəklər bizə Henry. Deməli Henry nə deyir? Deyir, Axel şirkətində əsas output təmiz, texniki baxımdan saz və yaxşı vəziyyətdə saxlanan bir avtomobildir. Deməli bu nədir bizim üçün? Henry'nin dediyi outputdur. Su nə deyir? Su deyir ki, xidmət istehlakçılarımız üçün nəticələrə, yəni outcome'lara rahat, sərfəli və müxtəlif ehtiyacları qarşılayan səyahət imkanları daxildir. Bura öz maşını ilə istirahət səfərləri, müştəri ofislərinə işgüzar səfərlər və ailə üzvlərini və dostlarını ziyarət etmək üçün səfərlər daxildir. Deməli, bu nədir? Outcome'dır. Okay. Bunlar bugün terminlərimiz çox olacaq. Ona görə bunları yaxşı yadda saxlamaq, not almanızı xahiş edəcəm. Gəldik cost. Cost nədir? Xərc. Yəni belə deyirək, xərc. Xərcin, yəni costun tərifi nədir? Müəyyən bir fəaliyyət və resurs üçün xərclənən pul miqdarı deməkdir. Okay? Müəyyən bir fəaliyyət və ya resurs üçün xərclənən pul miqdarı deməkdir. Deməli, xidmət istehlakçısının, yəni service consumer'ın xidməti tükətən, istehlak eləyənin baxış bucağından xidmət münasibətlərində iki növ xərc var. Yəni, lap belə sadələşdirsək, müştəri tərəfdə müştəri iki növ xərc görür. Birinci nədir? Xidmət tərəfindən istehlakçının üzərindən götürülən xərclər. Bu dəyər təklifinin bir hissəsidir. Məsələn, nümunə olaraq, işçi heyəti, texnologiya və digər resurslarla bağlı xərclər, bunları artıq istehlakçı təmin etmir, xidmət təminatçısı qarşılayır. Yəni, bu nə oldu? Xidmət tərəfindən mənim üzərimdən, istehlakçısı üzərindən götürülən xərclərdir. Bir də var, xidmətin mənə, müştəri olaraq mənə, yəni xidməti istehlak eləyənə yüklədiyi xərclərdir. Yəni, bu xidmətin istifadəsi ilə bağlı olan xərclərdir. Məsələn, nümunə olaraq, buraya xidmətin qiyməti əgər varsa, işçi heyətinin təlimi, şəbəkə istifadəsi, satın alma və s. daxildir. Bəzi istehlakçılar bunu xidmətə sərf etdikləri investisiya kimi də neynirlər? İfadə eləyirlər. Xidmət istehlakçısı xidmətin yaradacağı dəyəri qiymətləndirərkən, diqqət, xidmət istehlakçısı, yəni müştəri olaraq mən, xidməti istehlak eləyən, tükətən, istifadə eləyən mən, xidmətin yaradacağı dəyəri qiymətləndirərkən bu iki növ xərci də nəzərə alır. Xidmət münasibətlərində, bu münasibətlərlə bağlı doğru qərarların verilməsi üçün, həm çıxarılan, həm də əlavə olunan xərclərin tam şəkildə başa düşülməsi nədir? Vacibdir. Okay? Deməli, xidmət təminatçısının baxış bucağından xidmətin göstərilmə xərclərinin tam və düzgün şəkildə anlaşılması vacibdir. Təminatçılar xidmətlərin büdcə çərçivəsində təqdim olunmasını
və təşkilatın maliyyə gözlərindən cavab verməsini təmin etməlidirlər. Okay. Okay, gəldik risk mövzusuna. Riskdə kostla bağlı bəzi oxşar məsələlər mövcuddur. İndi onu başa düşəcəyik. Okay. Deməli, risk nədir? Tərifi. Zərər və ya itkiyə səbəb ola biləcək, yaxud məqsədlərə çatmağı çətinləşdirə biləcək mümkün bir hadisədir, eventdir. Okay? Risk həmçinin nəticənin qeyri-müəyyənliyi kimi də təyin oluna bilər və həm müsbət, həm də mənfi nəticələrin ehtimalının ölçülməsi kontekstində də istifadə oluna bilər. Deməli, bayaq danışdığımız kimi, kostlarda, xərclərdə olduğu kimi, xidmət istehlakçıları üçün iki növ risk mövcuddur. Yəni, mənim üçün xidməti istehlak edən, tükətən, istifadə edən müştəri üçün iki növ risk mövcuddur. Bir, hansıdır? Xidmət tərəfindən istehlakçının üzərindən götürülən risklər. Bu da həmçinin dəyər təklifinin bir hissəsidir. Bunlara istehlakçının, məsəl üçün, server avadanlığının sıradan çıxması və ya işçi qüvvəsinin əl satan olmaması kimi hallar daxil ola bilər. Bəzi hallarda xidmət yalnız riskləri azalda bilər, lakin istehlakçı bu azalmayı dəyər təklifini dəstəkləmək üçün yetərli hesab edə bilər. 2. Xidmət istehlakçıya, yəni müştəriyə, yəni mənə, yəni servisi xidməti tükətənə yüklədiyi risklər, xidmətin istehlak riskləri. Bu risklərə xidmət təminatçısının fəaliyyətinin dayanması ola bilər, təhlükəsizlik pozuntusu ola bilər. Yəni, bu kimi hallar nə ola bilər? Nümunə ola bilər. Xidmət təminatçısı istehlakçının yerinə riskləri idarə etməlidir. Yəni, servis provider, yəni servis consumer'ın yerinə riskləri idarə etməlidir. Bu çox vacibdir. Okay? Bu idarə etmə həm istehlakçının, həm də təminatçının maraqlarını nəzərə alaraq balanslı şəkildə aparılmalıdır. İstehlakçı risklərin azalmasına aşağıdakı yollarla kömək edir. Yəni, xidmətin necə olmalı olduğunu və hansı nəticələr gözlədiyini açıq şəkildə izah etməlidir. Bu, eyni zamanda nədir? Value co-creation'dır. Yəni, dəyərin birgə yaradılması. Yəni, hər iki tərəf eyni zamanda xidmətin baş verməsi üçün, yerinə yetirilməsi üçün iştirak edirlər. Birgə iştirak edirlər eyni zamanda. Xidmətin uğurlu olması üçün vacib olan amilləri və məhdudiyyətləri aydın şəkildə bildirməklə. Daha sonra xidmət müddətində təminatçının lazım olan resurslara çıxışını təmin etməklə istehlakçı deməli bu yollarla kömək etmiş olur. Okay, gəldik daha bir çox vacib, çox önəmli mövzulara biri. İmtahanda da bu mövzulardan mütləq şəkildə düşür. Ona görə bunun tam doğru bir şəkildə anlaşılması üçün diqqətli olmanızı və not almanızı xahiş edirəm. Deməli, bu nədir? Utility və warranty. Okay. İstehlakçının istədiyi nəticələrin əldə olunmasına xidmətin kömək edib etmədiyini və bu xidmətlərin onlar üçün dəyər yaradıb yaratmadığını qiymətləndirmək üçün xidmətin ümumi utility və etibarlılığı warranty nəzərdən keçirilməlidir. Okay? Fayda. Yəni, Azərbaycan utility-ni eləyəndə fayda, yəni indi başa düşəcəyinə. Deməli, bu utility nədir? Xidmətin nə işə yaradığını və ya istifadəçi hansı funksiyaları təqdim etdiyini göstərir. Okay? Deməli, xidmətin nə işə yaradığını və istifadəçi hansı funksiyalara təqdim edir. Yəni, utility nə deməkmiş? Xidmətin funksionallığı deməkmiş. Yəni, hansı funksiyaları əhatə edir. Xidmətin nə işə yaradığını və hansı funksiyaları təqdim etdiyidir. Yəni, what the service does. Okay? Yəni, servis nə işə yarayır, nə iş görür. Okay? Və fit for purpose. Yəni, nədir? Məqsədə uyğundurmu? Daha etibarlılıq və ya warranty belə deyək, xidmətin nə qədər sabit, təhlükəsiz
və gözlənilən keyfiyyətdə təqdim olduğunu göstərir. Yəni bir xidmətin dəyərli olub olmadığını başa düşmək üçün həm onun nə işə yaradığını, həm də nə qədər etibarlı olduğunu bilmək lazımdır. Okay? İndi təriflərdə bunu belə izah eləyək. Deməli, utility bu xidmətin nə işə yaradığını göstərir. Yəni what the service does. Yəni xidmətin istifadəçiyə hansı funksiyaları təqdim etdiyini və onun ehtiyacını necə qarşıladığını. Okay, sadə dildə desək, yəni xidmət nə edir? Xidmət faydalı sayılırsa və ya istifadəçinin işini daha yaxşı görməsinə kömək edir, ya da onun qarşısındakı maneələri aradan qaldırır. Bir çox xidmətlər isə bunların hər ikisini görür. Okay? Warranty bu xidmətin necə işlədiyini və gözlənilən keyfiyyətdə təqdim olunub-olunmadığını göstərir. Sadə dildə desək, yəni xidmət necə işləyir? Warranty adətən xidmətin mövcudluğu, gücü, təhlükəsizliyi və davamlılığı ilə bağlı olur. Bu rəsmi razılaşma, reklam və ya marka imici əsasında da ola bilər. Xidmət bütün razılaşdırılmış şərtlərə cavab verirsə, deməli nədir? Warranty təmin olunmuş olur. Yəni nə deməkdir? Etibarlı olmuş olur. Bir xidmətin dəyərli olub olmadığını qiymətləndirmək üçün xərclərin və risklərin həm utilityyə, həm də warrantyyə necə təsir etdiyini nəzərə almaq lazımdır. Bu xidmətin ümumi uyğunluğunu və dəyərini tam şəkildə başa düşməyə nə edir? Kömək etmiş olur. Deməli dostlar, hər iki amil, həm utility, həm də warranty çox vacibdir. Yəni xidmət yalnız bu ikisi yerində olduqda istifadəçiyə, yəni müştərimizə gözlənilən nəticəni verir və dəyər yaradır. Məsəl üçün, sadə bir nümunə. Deməli, bir əyləncə parkında çox maraqlı attraksiyonlar var. Bu nədir? Bu utility. Amma bu attraksiyonlar tez-tez sıradan çıxırsa və işləmirsə, etibarlılıq yoxdur deməkdir. Yəni, istifadəyə yararlı deyil deməkdir. Bu halda insanlar gözlədikləri dəyəri ala bilmirlər. Əgər attraksiyonlar daim işləyirsə və vaxtında açıqdırsa, nədir bu etibarlı? Warrantydirsə. Amma o qədər də maraqlı deyilsə və insanlara həyəcan vermirsə, bu zaman nədir? Utility yoxdur deməkdir. Yenə də insanlar gözlədiklərin dəyəri ala bilmirlər. Deməli, hər iki amil, bayaq yuxarıda dediyimiz kimi, hər iki amil, utility və etibarlılıq, yəni warranty də vacibdir. Yəni, bunların hər ikisi yerində olduqda müştəriyə dəyər yaratmış olur. Yəni, müştəri necə deyərlər, dəyəri almış olur. Okay? Deməli, burada bir dənə şəklimiz var. Görüm, onu mən internetdə tapa biləcəm, yoxsa yox. Məndə qalıb, yoxsa. Bir dəqiqə. O şəkil utility və warranty haqqında çox qəşəng danışır, informasiya verir o şəkil. Ona görə istəyərdim onu sizdə görəsiz. Okay. Okay, bax dostlar, burada utility var. Utility nədir? Demək, fayda deməkdir və yaxud da xidmətin funksionallığı deməkdir. Performance supported, constraints removed. Yəni, əngəllər aradan qalxır. Okay, xidmətə uyğundurmu? Yəni, utility nədir? Fit for purpose. Məqsədə uyğundurmu? Üzr istəyirəm. Məqsədə uyğundurmu? Hədisə valid yaranmış olur. Warranty də nədir?
Fit for use. İstifadəyə uyğundurmu? Bu zaman nə olur? Warranty yaranmış olur. Warranty da nədir? Available enough, capacity enough, continuous enough, secure enough. Yəni bu suallara cavab tapmış oluruqsa, və bu sualların cavabı hədisə, demək warranty, yəni etibarlılıq təmin olunmuş olur və sonda nədir? Müştərimiz value-nu almış olur. Okay. Utility üçün açar söz nədir? Fit for purpose, məqsədə uyğundurmu? Warranty üçün açar söz nədir? Fit for use. Yəni bu imtahanlarda düşən şeylərdir. Bunları nəzərə alın. Fit for use. İstifadəyə uyğundurmu? Okay. Okay. İndi bunu ITIL hekayəsində baxaq. Deməli, ITIL-da yeni bir təsisatçı ilə Craig's Cleaning şirkəti ilə anlaşma olub və bu haqda şirkətin əməkdaşlarının fikirlərinə baxaq. Okay. Deməli, Axel şirkətinin son müştəri məmnuniyyəti sorğuları avtomobillərin təmizliyi ilə bağlı davamlı olaraq aşağı qiymətləndirmələr ortaya qoydu. Deməli, nə oldu? Avtomobillərin təmizliyi ilə bağlı şirkətə ciddi sıxıntılar yarandı. Yəni, müştərilərdən siqnallar gəlir. Bu müştərilərin səyahət təcrübəsinə mənfi təsir göstərdi və təkrar rezervasiyaların, şirkət üçün çox önəmli olan təkrar rezervasiyaların az olmasına səbəb olan amillərdən biri oldu. Okay. Baxaq Henry nə deyir? Henry, Car Hire şirkətinin bütün avtomobillərin təmizlənməsini bir xidmət təminatçısına, supplier'a həvalə etmə qərarına gəldi. Əvvəllər bu işi daxili şöbə tərəfindən görülürdü, lakin avadanlıqların saxlanılması, iş qrafiklərinin yenilənməsi və çevik olmayan işçi qüvvəsinin idarə olunması həm baha başa gəlirdi, həm də çox çətin idi. Lakin qeyd etmək vacibdir ki, hər hansı bir işi və ya xidməti kənar təminatçıya, yəni supplier'a vermək də eyni zamanda bu riskdir. Yəni riskli bir şeydir. Çünki təşkilat bəzi bacarıq və imkanlarını itirə bilər. Amma avtomobil təmizliyi xüsusi avadanlıq və çevik motivasiyalı işçi qüvvəsi tələb edən bir xidmətdir. Bu sahəyə davamlı investisiya qoymaq Axel üçün sərfəli deyil. Əvvəlcə kənar xidmət baha görünə bilər, lakin zamanla və düzgün idarə olunarsa, bu həm təşkilat, həm də təminatçı üçün nə olur? Faydalı olur. Axel üçün əsas üstünlük odur ki, biz öz əsas işimizə nə bilərik? Fokuslana bilərik. Axı biz təmizlik şirkəti deyilik, Henry qeyd edir. Markonun bu haqda fikri nədir? Xidmətin kənar təminatçıya verilməsinin həmişə üstünlükləri və çatışmamazlıqları olur. Okay? Gəlin görə bu qərar hansı nəticələri, xərcləri, riskləri ortaya çıxarır və hansıları aradan qaldırır. Okay? Baxaq Markonun təklifi sözlərinə. Yəni pros. Pros nədir? Yəni həmin xidmətin üstünlükləri nə ola bilər? İstifadəçilər avtomobillərin təmizliyindən razı qalacaqlar. Əla, super. Axel artıq öz təmizləmə avadanlıqlarını saxlamaq məcburiyyətində olmayacaq. Yəni onlara xərclərin çəkilməsinə ehtiyac olmayacaq. Daha sonra təmizləmə zamanı avtomobillərin zədələnməsi riski Axel'dan çıxarılacaq. Bu risk artıq təminatçının, supplier'ın və onun sığorta şirkətinin nə olacaq? Üzərində olacaq. İndi gəlin baxaq cons, yəni çatışmamazlıqlara. Axel avtomobil təmizləmə xidmətini öz müştərilərini təqdim etmək imkanını itirəcək. Axel təmizləmə şirkətinin ödəniş etməli olacaq. Axel xarici təmizləmə şirkətindən güclü şəkildə asılı olacaq və onların işçiləri bizim obyektlərə geniş çıxış imkanına malik olacaq. Bu da onun çatışmamazlıqları. Yəni bu bizə hansı mövzunu xatırladır? Bizə cost mövzusunu xatırladır, yəni xərclər mövzusunu xatırladır. Bizə nəyi xatırladır? Risk mövzusunu xatırladır. Okay? İndi baxaq görək bu haqda nə fikirləşir? Deməli, Axel ixtisaslaşmış bir təmizləmə təşkilatı ilə əməkdaşlıq edərək öz resurslarını istifadəçilərə daha yaxşı xidmət göstərməyə yönəldə bilər.
Bu həm xərclərin optimallaşdırılmasına kömək edəcək, həm də təşkilat üçün çox böyük dəyəri artıracaq. Craig deməli burada Craig kimdir? Craig Cleaning şirkətinin sahibidir. O sistemli, etibarlı və işçiləri tərəfindən hörmət olunan bir şəxsdir. Komandası ilə birlikdə Craig Axel şirkətinin yüksək səviyyəli səyahət təcrübəsini təqdim etmək üçün, yəni bu vizyona töhfə verməyə nə edir? Həvəs göstərir. Bu da Craig'dir. Craig görək nə deyir? Axcar Hire avtomobillərin təmizlənməsi xidmətini kənar təminatçıya vermək qərarı aldı. Bu iş biz, yəni Craig's Cleaning şirkətinə həvalə etdi. Hazırda mənim təşkilatım yeni Craig's Cleaning Axel şirkətinin bütün avtomobil parkını təmizliyinə cavabdehdir. Okay, Henry nə deyir bu barədə? Henry Craig's Cleaning tərəfindən təqdim olunan xidmət Axel müştəri təcrübəsinin yalnız bir hissəsidir. Okay? Yalnız bir hissəsidir. Axel təmiz avtomobillər ümumi xidmətin bir nəticəsidir. Yəni bu nədir? Outputdur. Və müştərilərin səyahət təcrübəsini birbaşa töhfə verir. Bu da Axel müştərinin öz məqsədlərinə çatmasına kömək edəcək. Bu da nə olacaq? Outcome olacaq. Su nə deyir bu arada? Craig's Cleaning əla iş görür. Avtomobillər heç vaxt bu qədər təmiz olmamışdır. Və avtomobillərin təmizliyi ilə bağlı müştəri məmnuniyyəti göstəriciləri davamlı olaraq artmaqdadır. Axel və Craig's Cleaning birlikdə təmizləmə cədvəli üzərində işləyiblər. Xüsusilə pik saatlarda avtomobilin tez təmizlənməsi üzərində fokuslanırlar. Axel bu cədvələ təsir edə biləcəyi hər hansı bir dəyişiklik. Bu arada Craig və onun komandasının vaxtında məlumat verməkdən nədir? Məsuldur. Məsələn, Axel yeni xidmətləri təqdim etdikdə Marko'nun hazırladığı xidmət kimi təmizləmə tələbləri genişlənə bilər. Marko bu barədə nə deyir? Axel şirkətinin məqsədi daha ekoloji yönümlü bir təşkilata çevrilmək və ətraf mühitə töhfə verməkdir. Biz istəyirik ki, Craig's Cleaning bu məqsədə çatmaqda bizə dəstəkləsin və bizimlə eyni dayanıqlı inkişaf hədəfinə yönəlsin. Okay? Burada utility nədir? Yəni fayda, xidmətin nə işə yaradığını göstərən amil nədir? Craig's Cleaning avtomobilləri daha təmiz saxlamaqdır. Yəni bu zaman nə olur? Müştəri təcrübəsi yaxşılaşır. Təmiz avtomobillər Axel'ın əsas xidmətinin bir hissəsidir. Nə olur? İstifadəsinin gözlədiyi nəticəyə töhfə verir. Daha sonra warranty nədir bu məsələdə? Təmizlik keyfiyyəti sabitdir və müştəri məmnuniyyəti artır. Deməli nədir? Xidmət istifadəyə nədir? Yararlıdır. Okay? Pik saatlarda təmizləmə cədvəli hazırlanıb və deməli təmizlik xidməti sabitdir və müştəri məmnuniyyəti artır. Xidmət nə olur? İstifadəyə yararlı. Pik saatlarda təmizləmə cədvəli hazırlanıb, yəni davamlıq və əlçatanlıq nə olub? Təmin olunur. Okay. Bu məsələdə riskləri və kostları da nəzərdən keçirilər. Deməli risklər nədir? Craig's Cleaning şirkətinin işçiləri Axel obyektlərinə geniş çıxış əldə edirlər. Yəni burada nə məsələlər, risklər ortaya çıxır? Təhlükəsizlik və nəzarət riski. Deməli, Axel bu xidməti öz daxilində görmədiyi üçün, yəni bacarıq itkisi də ola bilər, belə bir riskimiz də var. Yeni xidmətləri, məsələn, Marko'nun hazırladı. Təmizləmə ehtiyaclarını dəyişə bilər. Bu nə ola bilər? Planlama ilə bağlı risklər yarada bilər. Kostla bağlı, xərclərlə bağlı danışdığımız kimi Craig's Cleaning'ə ödəniş edilir və əlavə maliyyə yükü olur. Daxili təmizləmə avadanlıqlığı və işçi qüvvəsi saxlanılmır. Bu da uzun müddətli qənaət deməkdir. Resurslar əsas işə görə, yəni bu dəyəri artırır. Yəni bizim bayaq yuxarıda qeyd olunduğu kimi Axel şirkəti təmizlik şirkəti deyil. Okay? Deməli dostlar, beləliklə biz yavaş-yavaş fəslin sonuna gəlmiş olduq. Yəni chapter 2-nin sonuna gəlmiş olduq. Deməli, bu fəsildə xidmət idarəçiliyinin əsas anlayışları, xüsusilə dəyərin mahiyyəti, birgə yaradılması,
təşkilatlar, məhsullar və xidmətlər izah olundu. Xidmət təminatçıları ilə istehlakçılar arasında bəzən mürəkkəb olan münasibətlər və bu prosesdə iştirak edən müxtəlif maraqlı tərəflər araşdırıldı. Fəsildə həmçinin istehlakçı dəyərinin əsas komponentləri, utility, kostlar, risklər, xidmətin dizaynı, təqdim zamanı müştəri ehtiyacını anlamağın əhəmiyyəti xüsusilə vurğulandı. Yəni, bu anlayışlar növbəti fəsillərdə də daha geniş izah olunacaq, yəni narahat olmayın. Və onların praktik və çevik şəkildə tətbiqi ilə bağlı isə yenə də tövsiyələr veriləcək. Hələ ki, bu qədər. İnşallah biz chapter 3-də artıq biraz daha dərin mövzulara, daha da dərin mövzulara girişimiz davam edir. For Dimension of Service Management, xidmət idarəçiliyində For Dimension haqqında danışacağıq. Dinlədiyiniz üçün təşəkkür edirəm. Çox sağ olun.